Hər kəsi Cəlilabaddan salamlayıram. Buranın təbiəti, havası, uşaqların, eyni zamanda müəllimlərin və digər kollektivlərin hər birinin səmimiyyəti çox gözəl idi. İnanılmaz dərəcədə bizim işimizi həm rahatlaşdırdı, həm də necə deyərlər, bizim ürəyimizdəki o sevgi toxumunu bir daha göstərdi və buna görə təşəkkür edirəm. Uşaqlarla an keçirmək, uşaqlara dərs demək və uşaqların bizimlə qaynayıb qarışması və bizim yolumuzu təkrar-təkrar Cəlilabadda gözləmələri həqiqətən çox xoş təəssürat oldu. Yenidən inşallah Cəlilabadda görüşmək ümidi ilə. İnşallah. Təşəkkürlər. Salam dostlar, Cəlilabaddan sizi salamlayırıq. Çox gözəl təbiəti var. Həmişə belə yay mövsümündə çiyələk yeyən Cəlilabaddan gələn çiyələk kimi tanınırdı buralar. Yəni çox gözəl təbiəti, çox bizi mehriban qarşıladılar. Ələlxüsus da bu dağlar qoynunda rəsm çəkmək, boyalarla işləmək mənə xüsusi bir ilham verdi. Uşaqları səmimi qəlbdən sevinərək onlara bəzədim. Təbəssüm Yarat komandasına az da olsa qatqım oldu. Uşaqları az da olsun sevindirdim. Yəni bu mənim üçün böyük bir şərəfdir. Təşəkkürlər. Mən də qısa şəkildə fikrimi bildirəcəm. Ümumiyyətlə, mən vətənimi çox sevirəm və Cəlilabad mənim üçün yeni bir vətənimin gözəl parçalarından biri oldu. İnsanları, uşaqlar, başqa bir abu-hava. Həqiqətən də çox sevindim. Rəhbərimiz İbrahim qardaşa təşəkkür edirəm ki, bu şəraiti bizim üçün yaradır ki, biz könüllülər olaraq insanları və özümüzü sevindiririk. Mən danışım. Açığı, yəni mən çox təəccübləndim. Cəlilabadın bu qədər gözəl təbiəti olduğunu bilməzdim. Və bugün bəxtimizdə də hava günəş açdı, çox xoş oldu. Sakinləri də bizi çox isti qarşıladı. Bizim səfərin həmişə uğuru bizi qarşılayan tərəfin belə deyək də bizə ötürdüyü enerjidən belə deyək də asılıdır. Çox xoş oldu, çox yüngül, çox rahat keçdi. Şad oldum. Bir daha gəlmə ümidi ilə. Bizim yerimizə dedin. Bir daha qeyd edeyim ki, bugün Təbəssüm Yaratın səfəri Cəlilabada oldu. Biz ucqar kəndlərdə çox oluruq. Mən də təsəvvür eləmirdim ki, Cəlilabadın belə ucqar bir kəndi olar, dağlıq yer olar. Çox isti münasibət gördük insanlardan. Həqiqətən bir daha qardaşımıza da təşəkkür edirəm. Bizə gözəl bir gün bəxş elədi demək olar. Allah razı olsun sizdən. Hər kəsi Cəlilabaddan salamlayıram. Buranın təbiəti, havası, uşaqların, eyni zamanda müəllimlərin və digər kollektivlərin hər birinin səmimiyyəti çox gözəl idi. İnanılmaz dərəcədə bizim işimizi həm rahatlaşdırdı, həm də necə deyərlər, bizim ürəyimizdəki o sevgi toxumunu bir daha göstərdi və buna görə təşəkkür edirəm. Uşaqlarla an keçirmək, uşaqlara dərs demək və uşaqların bizimlə qaynayıb qarışması və bizim yolumuzu təkrar-təkrar Cəlilabadda gözləmələri həqiqətən çox xoş təəssürat oldu. Yenidən inşallah Cəlilabadda görüşmək ümidi ilə. İnşallah. Təşəkkürlər. Salam dostlar, Cəlilabaddan sizi salamlayırıq. Çox gözəl təbiəti var. Həmişə belə yay mövsümündə çiyələk yeyən Cəlilabaddan gələn çiyələk kimi tanınırdı buralar. Yəni çox gözəl təbiəti, çox bizi mehriban qarşıladılar. Ələlxüsus da bu dağlar qoynunda rəsm çəkmək, boyalarla işləmək mənə xüsusi bir ilham verdi. Uşaqları səmimi qəlbdən sevinərək onlara bəzədim. Təbəssüm Yarat komandasına az da olsa qatqım oldu. Uşaqları az da olsun sevindirdim. Yəni bu mənim üçün böyük bir şərəfdir. Təşəkkürlər. Mən də qısa şəkildə fikrimi bildirəcəm. Ümumiyyətlə, mən vətənimi çox sevirəm və Cəlilabad mənim üçün yeni bir vətənimin gözəl parçalarından biri oldu. İnsanları, uşaqlar, başqa bir abu-hava. Həqiqətən də çox sevindim. Rəhbərimiz İbrahim qardaşa təşəkkür edirəm ki, bu şəraiti bizim üçün yaradır ki, biz könüllülər olaraq insanları və özümüzü sevindiririk. Demək, mənim də ilk turum idi. Birincisi xoş oldu belə bir kollektivlə tura çıxmağım. Nə gözəl. Həm də mən də qatılıram. Yəni Cəlilabadı düzənlik kimi təsəvvür edirdim. Yəni belə möhtəşəm təbiətin olduğunu gözləmirdim açıqcası. Bir də insanlara çox istiqamlı qarşıladı bizi həqiqətən. Yəni başqa rayonda olduğumu hiss eləmədim. Elə bildim öz rayonumdayam. Zaten də cənubluyam mən də. Belə xoş oldu yəni.
Möhtəşəm. Şəf 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 şəf. Gələcək jurnalist xanıma siz də zəhmət olmasa fikir